Gəlin birlikdə sizinlə ingilis dil səviyyənizi yoxlayaq. Amma ilk öncə siz variantları təxmin eləməyə çalışın. Mən sonradan əgər sizin seçdiyiniz variantı seçsəm, sayın ən sonda neçə düzünüz olub onu mənə qeyd eləyərsiniz və mən rəydə sizə yazaram, siz hansı dərəcədə, yəni hansı levelsiz ingilis dilində. Birincidən başlayaq. Baxın, birincidə yazıb ki, Ben much coffee in the cup. Siz ən birinci cavabını tapın, mən başlayayım izah eləməyə. Aha. Baxın, coffee sayılmır, much sayılmır. İndi biz baxmalıyıq ki, sayılmayan lazımdır bizə. Baxın, ar olmaz, cəmdədir. Ar olmaz, cəmdədir. Burada aren't olmaz, cəmdədir. İndi baxırsınız, Ben, is there much coffee in the cup, yoxsa there is much coffee in the cup? Is there olsa sual cümləsi olur. Ona görə sizə sual cümləsi yox, təsdiq cümləsi lazımdır. There is. 1D. İkincidə. A dog is ... animal. Animal sait səslə başlayır. Ona görə biz an animal qoymalıyıq. A dog is an animal. Yəni 2B. 3. Choose the correct variant. The tables in the house. Tables cəmdədir, düzdürmü? Is olmaz, is təklə işlənir. Am olmaz, am ayla işlənir. And heç olmaz. Are cəmdədir, was təkdədir. Variantımız D. 4. We TV every evening. Every evening hansı zaman göstəricisidir? İndiki sadə zaman. Burada indiki sadə zaman ya budur, ya da budur. Biz baxırıq ki, we özündən sonra s istəmir. S istəyən özündən sonra he, she, itdir. Ona görə variantımız C olur. 5. Choose the nouns. İsimləri seçməliyik. Baxın, leader bildiyimiz liderdir. Yəni kim lider? 5. Gardener bağban. 6 və number 1 rəqəm. Siz deyə bilərsiniz ki, bu saydı, xeyr. Rəqəm nə? Rəqəm. Ona görə götürürük. 1, 5, 6, yəni D variantı. Digər variantlara baxsaq, never heç vaxt deməkdir. Az digər, neither heç biri. Ona görə olmur. 6. This street is than ours. Zən müqayisə dərəcəsidir sifətin və özündən əvvəl er şəkilçisi tələb edir. Əgər çox hecalıdırsa more, az hecalıdırsa er. Burada most üstünlüydür. More longer olmaz. Çünki long tək hecalıdır, təkcə er şəkilçisi qəbul edir. Ona görə variantımız B. 6-da B. 7-yə baxırıq. I have to solve problems. Problems cəmdədir də, düzdürmü? Little işlənmir. A lot ümumiyyətlə özündən sonra isim istəmir. Ona görə səhvdir. Much sayıla bilməyəndən işlənir. A little sayıla bilməyən, a few özündən sonra sayılan cəm işlənir. Yəni D. 8. 8-də bizdə those boys football now. Now hansı zaman göstəricisidir? İndiki davam edici zaman. İndiki davam edici zamanda biz am, is, are üstəgəl ing, yəni ing şəkilçisi qoymalıyıq. İndi biz baxsaq, am, is, are hardadır bizdə? Baxın, buradadır. Elə variantımız B olur. 8B. 9. The boys ... a big balls. Boys cəmdədir, yoxsa təkdə cəmdədir? Are cəmdədir, have cəmdədir, were cəmdədir. İndi biz baxırıq hansıdır? The boys a big ball. Oğlanların böyük topları nə ola bilər? Var ola bilər, yəni have. 9C. 10. The children at home all day yesterday. Yesterday hansı zamandır? Keçmişdir. Bizdə keçmiş olan ya were'dür ya da was'dur. Children da cəmdə olduğuna görə A variantıdır. 10A. 11. Mr. Smith a tall man. Baxın, Mr. Smith hansı cinsdir? Kişi cinsidir. Burada are cəmdir, on ümumiyyətlə olmur. Am ayla işlənir. Were cəmdir, bir dənə is qalır. Mr. Smith is a tall man. Mr. Smith uzun bir oğlandır, kişidir. 11C. 12. The Evans have two boys. Baxın, four deyirsə təkdədir, yoxsa cəmdədir? Təbii ki, cəmdədir. Childs olmur, heç vaxt bu s-la cəmlənmir, kökündən cəmlənənlərə aiddir. Yəni, n-lə. Bu təkdədir, bu olur, bu heç vaxt
belə cəmlənmir. A child ümumiyyətlə təkdədir. Yəni C variantı. 13. Are you reading book? Reading a book. Yes, I am. Interesting book. Baxın, burada bizə deyir ki, sən kitab oxuyursan. O da deyir ki, bəli, mən oxuyuram. Biz burada götürə bilərik hansı artiklı? To cəmdədir. Some özündən sonra sayılan cəm istəyir. Ya a artiklını, ya da an artiklını götürürük. Biz burada interesting sözünə görə an artiklını götürürük. An interesting book. Yəni 13 A. 14. The chair is desəm the garden. Stul bağçadadır. Bağçada necə ola bilər? Yəni ki, bağçanın içərisindədir. In. Baxın, burada in olan variant bir dənə B variantıdır. Yəni 14 B. Keçək digər səhifəyə. Burada düzü düşməyib, amma burada the girls, qızlar are in room here. Z. Baxın, burada rooma veririk. Room təkdədirmi, düzdürmü? Baxın, burada zis cəmdədir. Zis təkdədir, bir də z təkdədir. Bu ikisi cəmdədir. Bu isə ümumiyyətlə bizə lazım deyil. Çünki bizdə işarə əvəzliyi tələb olunur. Ya variant A-dır, ya da B-dir. Baxırıq ki, bizə məsafə olaraq yaxın verilib, yoxsa uzaq verilib. Zis yaxın deməkdir, z uzaq deməkdir. Hər ikisi təkdədir amma. Biz buradan başa düşürük ki, bizdə uzaqdadır. Yəni z olmalıdır. Baxın. 15 B. Keçdik 16-ya. The dog is playing with bone. Deyir ki, doga verməliyik. Dog cansız olduğuna görə avtomatik çox fikirləşmirik. Elə variantımız C olur. 16C. Jack is a... Jack nə ola bilər? Baxın. Jack is a woman, dog, animal, cat, boy. Yəni qadın olmaz, it olmaz, pişik olmaz, heyvan olmaz, boy. Yəni oğlan olar da. 17D. 18. Do you go to London? Deyir ki, sən Londona getmişdin. Nə? Nə vaxt? Necə? Which, daha doğrusu. Hansı? Hara? Who? Yəni kim? Ən məntiqli cavab yəni B-dir. When do you go to London? Sən nə vaxt getmişdin Londona? Yəni burada who kim? Kim getmişdin Londona? Elə olmaz. Kim ilə getmişdin olar. Nə heç olmur. Which olmur. Və ya hara Londona getmişdin olmur. Yəni ən əsas when'dir. Sən Londona nə vaxt getmişdin? 18B. Mrs. Brown is sitting on. Sitting on yəni oturub. Harda otura bilər? Glass şüşədir. Şüşədə yəni mümkün deyil. Pəncərədə yox. Qapıda yox. Qalır ya table'dır ya da chair'dir. Siz baxırsınız ki, on the table ilə işlənir, yoxsa on the chair ilə işlənir. Təbii ki, on the chair olar. Yəni stolun üstündə oturmurlar, stulun üstündə otururlar. Yəni son variant D, 19. Burada table və chair olması çaşdırır adamı. Çünki belə tez üstündən keçəndə deyirsən ki, stolun üstündə də oturmaq olar, stolun üstündə də. Amma təbii ki, məntiqi olaraq stolun üstündə otururlar. 20. Compound nasıdır? Mürəkkəb isimlər. Baxın, statesman, ship building, yəni 2 və 3. D. 20D. Son 5 sual qalıb. Artıq bu reading ilə bağlıdır. The English have 4 meals a day, breakfast, lunch, tea and dinner. In England, breakfast time is between 7 and 9, lunch time is between 12 and 2, tea is between 4 and 5, and dinner time is between 7 and 10. The English like porridge very much. They like to eat porridge with milk. English people don't eat much bread. They never eat bread with meat and vegetable, but they sometimes eat some bread with soup. Mən təbii ki, bunu tez oxudum. Siz tez oxumayın, saxlatdırın, özünüz rahat oxuyun. Qısacası nədən danışır? İngilislər gündə 4 dəfə yemək yeyirlər. Səhər yeməkləri, günorta yeməkləri, çay saatı və axşam yeməyi.
Deyir ki, səhər yeməyi 8 və 9 arası, 7 və 9 arası olur. Günorta yeməyi 12 və 2 arası, çay saatı 4 və 5 arası, axşam yeməyi isə 7 və 10 arası olur. İngilislər deyir ki, ən sevdikləri, yəni deyir, ingilislərin ən sevdiyi sıyıqdır. Porridge sıyıq deməkdir. Onlar sıyığı südlə sevirlər. English people, onlar çörək yemirlər. Onlar heç vaxt never eat bread with meat, heç vaxt ətlə çörək yemirlər və tərəvəzlə. Amma arada bir çörəklə sup içirlər. Bizim mətnin əsas mənasına ən sonda gələrik. Mən həmişə mətnin əsas mənasını ən sonda eləyirəm. 22-yə baxaq. What do English people like porridge with? With milk. Təbii ki, baxın. Porridge with milk. Yəni 22. 21-i boş qoyuram. 22-də milk A. 23. The underlined pronoun in the text they refers to. Deyir, altından xətt çəkilmiş they sözü nəyi ifadə eləyir? The English like porridge. They like, təbii ki, ingilisləri. Yəni ingilislər xoşlayır. Yəni 23 B. 24 choose the wrong variant. Yəni səhv variantı seçək. The English eat bread with soup. Supla çörək yeyirlər. Bayaq dedim. The English have 4 meals a day. 4 dəfə yeməkləri olur. The English don't eat. Baxın, bu don't olanlar çox vaxt səhv olur. Don't do, only de. Bura qeyd edeyim, siz də yazın, baxın. Don't, only. Bunlar bərabərdir, səhv cavab. Yəni, əksər hallarda səhv olur. Elə variantımız da C-dir. 20, neçə idi? 24-də. Bir dəqiqə, buradaydı da. Hə, bu. 24-də C variantıdır. Bir dənə qaldı 25. Which the word's text has the meaning the first meal of the day eaten after waking from sleep, usually in the morning. Deyir ki, bu sözün əsas mənası, yəni bu definition da deyir ki, birinci yeməkdir və sən onu adətən yuxudan durandan sonra yeyirsən. Adətən də səhərlər olur. Təbii ki, bu breakfastdır, səhər yeməyidir. 25 də oldu C. İndi mətnin əsas mənasına gələk. Breakfast time, səhər yeməyi vaxtı. English meals, ingilislərin yeməkləri. Dinner time, axşam yeməyi. Təbii ki, bura English meals gedir. Yəni ingilislərin yeməyi. Bu test bu qədər. Yəni qısacası mən baxın burada cavabları qeyd elədim. Bununla cavablarınızı yoxlaya bilərsiniz və ən sonunda mənə rəy yazın. Mən sizə təxmini deyim ki, ingilis dil səviyyəniz necədir, siz necə bilirsiniz. Əgər testin elektron versiyasını istəsəz, mütləq mənə qeyd edin, mən sizə göndərim. Sizə uğurlar.